Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, bir növbəti kombini də işə saldım. Dəf kimi qəşəng səliqəli. Deməli, burada bir-iki şeylər var, onları sizə izah edeyim. Çünki bilməniz daha da yaxşıdır. Görürsünüz, bir bar yarımda təzyiq. Yəni, 2 atmosferdə işlətməyin detalı zayi edir. Yəni, istəyirsinizsə uzun ömürlü bir yarım atmosferdə işlədə bilərsiniz. Deməli, sönülü haldadır, hal-hazırda. Gördüyünüz halda birinci sizə mən ona izah edeyim. Aktiv etmək üçün görürsünüz, hər bir pultun üzərində olduğu işarə. Bir də toxunub basıb saxlayırıq, aktiv olur. Tutaq ki, aktiv olubdur, işləyir. Qazda kəsilmə var, misal üçün belə deyim sizə. Farz edək ki, xət kəsilibdir də, belə deyim. Qazlar kəsilibdir, gəlmir. Bağlayırıq. Kombi keçir xəta koduna. Yəni, təkrardan işə salmaq ki, yəni, xəta koduna çevriləndə, yəni, narahat olmayın da, yəni, özünüz də həll edə bilin deyə. Ona görə izah edirəm. Yəni, çevirəcək xəta koduna. 3 dəfə zajqalını vurub, 3 dəfə, yəni, sön yan skırası çevirəcək xəta koduna. Xəta koduna çevirdikdə gördüyünüz pultun üzərində olduğu kimi bu hər bir yerdə olur. Misal, kondisionerin pultunda olur, televizorun pultunda olur və yaxud da başqa bir pultlarda. Yəni, siz bunu bir dəfə basıb saxlayacaqsınız. İndi farz edək ki, qaz gəlibdir. Düzdürmü? Qaz açırıq. Tutaq ki, qazlar gəlibdir. Xəta kodda davam edir. Düzdürmü? Siz burada edəcəyiniz bu düyməni görürsünüz. Söndür yandır işarəsini basıb saxlayırsınız. Off işarəsi gəlir. Gəldikdən sonra bir daha da toxunub basıb saxlayırsınız. Keçəcək qaldığı yerdən davama. Yəni, işə düşüb davamı işləyəcək. Sıqra verib, burada gördüyünüz kimi alov işarəsi gələcək. Yəni, yandığını bildirir. Bir də bareldə də dediyim kimi bareli görürsünüz, bir bar yarım atmosferdə təzyiq. Yəni, təzyiq bir yarımda həmişə saxlayın. Yəni, 2 atmosferə qaldırmayın, detalını zayi edirsiniz. Bu bareli də qaldırmaq üçün altda gördüyünüz krantı görürsünüz, kombinin krantıdır. Yəni, bunu saat istiqamətinə gördüyünüz halda bağlanır, əks istiqamətinə açılır. Yəni, bareli də burada artır, azalt eləyəndə gözünüz burada bareldə olur. Yəni, şkalaya diqqət eləyin ki, yəni çox atmosfer vurmayın. Bir yarımda qalsın.